Salam əziz uşaqlar. Bugünkü dərsimiz Azərbaycan dilindən səhifə 37-38-i oxuyacağıq. Burada yazılıbdır dağ yolunda. Gəlin oxumağı öyrənək uşaqlar. Hərfləri artıq çox hissəsini keçmişik. Çoxunu bilirik hərflərin. Bu nə hərfidir? D. D, ağ, dağ. Y, o, l, u, n, d, a. Yolunda, yolunda. Bu dağdı, bu yolunda. Ne oldu? Dağ yolunda. Biz ailemizle, ailemizle, ailemizle dağı dağa, dağa gedirdik. Biz ailemizle dağa gedirdik. Yolun kenarında bir işare gördük. Yolun kenarında bir işare gördük. Atam maşını saxladı. Git qapını Turan. Atam maşını saxladı. Mən səbəbini soruşdum. Mən səbəbini soruşdum. O dedi. Samir gerek ehtiyatlı olak. Samir gerek ehtiyatlı olak. Qayadan daşlar tökülə bilər. Demək dağ yolunda. Biz ailemizle dağa gedirdik. Yolun kenarında bir işare gördük. Atam maşını saxladı. Mən səbəbini soruşdum. Yəni mən atamın niyə maşını saxlamaq səbəbini soruşdum. O dedi, yəni atam dedi. Samir, gərək ehtiyatlı olaq. Qayadan daşlar tökülə bilər. Demək atası görübdü ki, belə bir işarə var. Qayadan daşlar tökülmək işarəsi. O hardadır? Bax, buradadır uşaqlar. Qayadır, sıldırım qaya, yekə bir daşdır. Qaya ona deyirlər. Balaca daşlar tökülür. Bu işarəni görəndə atası maşını saxladı və Samirə dedi ki, gərək ehtiyatlı olaq, qayadan daşlar tökülə bilər. Və Samirgil deyir, hara gedirlər? Samirgil ailəsi ilə birlikdə dağa gedirdilər. Dağ yolunda hansı təhlükələr ola bilər? Orada sıldırım qayalardan daşlar tökülə bilər. Maşının üzərinə şüşəsi qırıla bilər. Yəni çox təhlükəlidir. İndi dedi bu işarədir. Hansı işarə var idi? Buydu. Samir atasından nə soruşdu? Həmin cümləni dəftərinizə köçürdü. Samir atasından nə soruşdu? Soruşdu deyir, burada demir Samir atasından soruşdu. Sadəcə biz özümüz bilməliyik. Deyir, atam maşını saxladı, mən səbəbini soruşdum. Səbəb odur ki, yəni maşını niyə saxladın ay ata? Onun səbəbini soruşub. Maşın xarab oldu, yox. Ata niyə dayandın? Bax bunu soruşur. Həm də uşaqlar, burada deyir ki soruşdu. Soruşdu yəni sual verdi deməkdir. Burada da bir dənə sual cümləsi budur da, düzdür. Hardan bildik sual cümləsidir? Sonunda sual işarəsi var, ondan bildik. İndi uşaqlar işıqfor düzəltmək üçün deyil. Bir dənə düzbucaqlı çəkirsiniz. Düzbucaqlının içərisində 3 dənə dairə çəkirsiniz. Yuxarıdakı dairəni qırmızı, ortadakı dairəni sarı, aşağıdakı dairəni isə yaşıl işıqla. Demək işıqforun rəngləri hansıdır? Qırmızı, sarı, yaşıl. Turan, sən işıqforun hardadır? Mənim işıqforum müəlliməyə verdi. Hə, müəlliməyə verdi. Müəllim özü götürdü. Turan da işıqfor düzəltmişdi, qəşəng. Demək bir dənə düzbucaqlı çəkmişdi. Onu da nədən çəkmişdi? Rəngli kağızdan. O rəngli kağızın qalın karton forması olan var. Ondan düzbucaqlı kəsmişdi. Sonra bu rəngləri, işıqforun rənglərini demək qırmızı, sarı, yaşılı da demək həmin o rəngli kağızlardan tapıb dairəvi çəkirsən. Onda necə dairəvi çəkirsən? Həmin o rəngli kağıza bir dənə belə dairə çəkib onu qayçı ilə kəsirsən. Sonra onun üstündə o birlərini də beləcə ölçüsündə eyni ölçüdə kəsirsən. Yapışdırırsan həmin o düzbucaqlı kəsmişdən ora bir dənə də balaca bir qulp kimi ona düzəldirsən. Bu da olur işıqfor. Böyük K, kiçik K. K, L, M, kələm. S, A, K, İ, T, sakit. R, İ, K, ərik. K, A, M, A, L, kamal. Kamal olan addır insan adlarının. Birinci hərfi
böyük olur. Cümlənin sonunda nöqtə qoyulur. Cümlə bitmiş bir fikri ifadə edir. Sözümüzü bitirəndən sonra cümləmizi mütləq nöqtə qoyuruz və nöqtədən sonra başlayan birinci söz, birinci hərfi demək böyüklə olur. Evdə təhlükə. Şəklə diqqətlə baxın və təhlükə yaradan əşyalar haqqında danışın. Uşaqlar, hansı əşyalar təhlükə yaradır? Evdə bax, soba təhlükəli ola bilər, bizi yandıra bilər. Kəsici, deşici alətlər buna daxildir. Bıçaq, sonra çəngəl, əgər ehtiyatsız davransan, balta. Məsəl üçün, hər bir evdə balaca bir sandıqçı olur. Onun içərisində hansı alətlər olur? Məsəl üçün, mişar olur, laqon da olur, drel olur. Bunlar usta alətlərdir. Hər bir evdə olur. Uşaqlar ona böyüklərin nəzarəti olmadan özü sərbəst şəkildə aparıb toka, bəli, qoşa bilməz. Özləri əl vura bilməz. Məsəl üçün, bax, belə bir sobada görürük ki, anamız çörək pişirir, ya nəsə eləyir, gedib ona toxuna bilmərik, əlimizi yandıra bilər. Onu, belə deyim də, dərəcəsinə əl vurmaq olmaz icazəsiz. Bıçağı götürüb sərbəst nəsə bir şeyimi əlimizdən düşər, ayağımızı, əlimizi kəsərik. Toka yaxın durmaq olmaz, özümüz gedib nəsə qoşaq, toka nəsə salmaq qəti olmaz. Ütü görürük ki, anamız ütünü nəsə paltarlarımızı ütüləmək üçün qoyub, ütü çox istidir, qaynardı. O ütünü qaça-qaça gedib ütüyə tərəf getsə, o ütü ayağımıza, üstümüzə düşsə yandıra bilər bizi. Yanıq ağrısı da çox pis olur. Ona görə də isti olan, kəsə bilən, yandıra bilən, öz başımıza qazı yandıra bilmərik. Qazın üzərindən öz başımıza isti yeməyi özümüzə çəkə bilmərik. Tökülər üstümüzə, başımıza yandırar və pis vəziyyətə qalarıq. Onun ağrısından da dözmək olmur. Kəsici və deşici alətlərini sadadıq. Evdə istifadə olunan hansı elektrik cihazlarını tanıyırsınız? Elektrik cihazları tok deyirik də uşaqlar. Tokla işləyən hansı elektrik cihazlar? Məsəl üçün, ütü var ki, onu toka taxırıq. Belə başa salım sizi. Soba, məsəl üçün, belə duxovkalar var. Onun qaz sobası heç. Bir də var belə bir soba, onun toka taxırıq. Sonra evdə elektriklə istifadə olunan bilər. Toz sorandır, onu toka taxıb istifadə edirik. Sonra, bəli, yəni çox ola bilər. Sadəcə burada mətbəxdir. Mətbəxdə bizə daha çox təhlükə yarada biləcək əşyalar var. Onların yaratdığı təhlükələr də dedim. Nə edə bilər? Bizi yandıra bilər. İstidirsə, ümumiyyətcə bir şey toka taxılıbsa, istidirsə ondan uzaq durmalıyıq. Və bəzən görsən ki, ütünü çıxarıb kənara qoysan və tapşırırsan ki, buna əl vurmayın, əlinizi yandırar. Uşaq gedir, yenə əlini vurur və əli yanandan sonra gəlir ağlaya-ağlaya ki, mən əlimi yandırmışam. Yəni, belə şeyləri böyüklərin sözünə mütləq qulaq asmaq lazım. Mətni oxuyun, fərqli rənglərdə verilən hər bir hissəyə uyğun demək şəkli seçin. Baxın, uşaqlar, oyuncaq mağazasında. Baxın, görün nə qəşəng oyuncaq mağazası var. Görək, burada oyuncaq mağazasında kimlər var? Aha, Aydan var. Aydan görək nə deyir? Mən bu oyuncağı istəyirəm. Ayxan deyir. Aydan, biz bunu ala bilmərik. Ayxan oyuncaq qutusunun üzərindəki işarəni göstərdi. Bu oyuncaq 6 yaşdan yuxarı olan uşaqlar üçündür. Niyə görə 6 yaşdan yuxarı olan uşaqlar üçündür? Çünki bəzi oyuncaqlar var ki, onlar təhlükəlidir. Təhlükəlidir onları işə salmaq və yaxud da ki, onların belə deyim də, qorxunc bir siması var. Uşaqlar ondan qorxa bilər, onu işləməyə özü sərbəst şəkildə işlədə bilməz və s. kimi səbəbləri var. Ona görə burada yaş kateqoriyası yazılır ki, hə, bax 6 plus o demək ki, 6 yaşdan yuxarı uşaqlar oynada bilər. Demək, Aydanla Ayxanın arasında olan diyaloqdur. Diyaloq 2 nəfər arasında olan söhbətə deyilir. Monoloq 1 nəfər. Bu diyaloqdur. Aydanla Ayxan söhbət edir. Aydan deyir ki, mən bu oyuncağı istəyirəm. Ayxan da deyir ki, Aydan, biz bunu ala bilmərik. Ayxan oyuncaq qutusunun üzərindəki işarəni kimə göstərir? Aydana göstərir Ayxan. Göstərir, deyir, bax, üzərində işarə var ki, 6 yaşdan yuxarı olan uşaqlar üçündür. Yəni, hər kəs öz yaşına uyğun oyuncaqla oynamalıdır. Və görürük, televizorda kinolara baxanda, verilişə baxanda aşağıdan yazır ki, 6-7 yaş yuxarı, yəni o deməkdir ki, balaca uşaqlar ona baxa bilməz. Bəzən də yazır 18 yaşdan yuxarı, bəzən yazır ailəvi baxmaq lazım olanda, hə, onda oturub ailənlə baxa bilərsən.